Mən Quliyev Alay Xasayoğlu 1973-cü il sentyabr ayının 4-də Qərbi Azərbaycanın Basakçı rayonunun Qoşablaq kəndində doğulub boya başa çatmışam. 1988-ci ilə qədər həmin kənddə yaşamışam. 1988-ci ildə mənfur düşmənlərimizin məlum hadisələrlə bizi zorla deportasiyasına məruz qalaraq doğma kəndimi, Qoşablağımı tərk etməyə məcbur olmuşam. Təhsilimi Azərbaycanda davam elətdirmişəm, ali təhsil almışam. Azərbaycan Dövlət Neft Sənaye Universitetini məzunuyam. 95-ci ildə Neft Sənaye Universitetini bitirmişəm. Hal-hazırda Qoşablaq kəndi icmasının sədriyəm. Azərbaycan Respublikasının prezidenti dediyi kimi, vaxt gələcək, zaman gələcək, o gün uzaqda deyil. Biz doğma Qoşablaq kəndimizə qayıdacağıq. Orada öz kəndimizi, dağılmış, sökülmüş yerimizi, yurdumuzu tikib, qurub, inşallah orada yaşayacağıq. Bizim kəndimiz Qoşablaq kəndi olaraq Göyçə mahalının, Basakçı rayonunun kəndlərinin ən gözəllərindən də demək olardı biridir. Qoşablaq kəndinin 2 dənə böyük bulağı var. Həmin bulaqların adı ilə kəndimizin götürülüb. Biz ümidvarıq ki, biz o kəndə gedəcəyik, qayıdacağıq. Mən Nağıyev Nəriman Talıboğlu 1967-ci ildə Göyçə mahalının Qoşablaq kəndində anadan olmuşam. Uşaqlıq illərim, gənclik illərim Qoşablaq kəndində keçibdir. Qoşablaq kəndinin çox gözəl təbiəti, çox gözəl mənzərəsi var idi. Kəndin adından da göründüyü kimi kəndimizdə qoşa bulaq var idi və bu qoşa bulağın suyunun hesabına kəndimizdə bütün həyətlər, bütün bağçalar, ağaclarla, yaşıllıqlarla örtülü olardı və kəndimiz gözəl mənzərəyə malik olardı. Xüsusən yay aylarında kəndin yuxarı hissəsindən kəndimizə baxanda gözəl mənzərə görsənirdi. Hətta o vaxtki rayon partiya komitəsinin katiblərindən biri milliyyətcə erməni olan bir rəhbər işçi kəndin yuxarı hissəsindən bu gözəl mənzərəni seyr edərək demişdir ki, çox gözəl kənddir, sanki kiçik Soçidir, heyif ki, burada Azərbaycanlılar, daha doğrusu türklər yaşayırlar. Onlar bizə türklər deyirdilər, Azərbaycanlılar demirdilər. Mən məktəb illərimizi yaxşı xatırlayıram, sinif rəhbərlərimizi, müəllimlərimizi, sinif yoldaşlarımı hamısını yaxşı xatırlayıram. Yadımdadır ki, o vaxt radio ilə orta məktəbdə yaxşı oxuyan, fərqlənən şagirdlərin adları radio ilə bütün kəndə elan olunurdu və öz adını həmin siyahıda görəndə insanlar qürur keçirirdilər. O cümlədən də biz öz adımızı eşidəndə fərəhlənirdik. 1988-ci ildə köç etdikdən sonra Qoşablaq cəmaatının əksər hissəsi Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən İsmayıllı rayonuna, Göygöl rayonuna, Şəmkir, Tərtər, Zaqatala rayonlarına, Bakı, Gəncə, Sumqayıt şəhərlərinə, eləcə də ölkəmizdən kənarda xarici ölkələrə, Rusiyaya, Özbəkistana, Ukraynaya getməyə məcbur oldular. Təsəvvür edirsinizmi? Çox da böyük olmayan bir kəndin cəmaatı neçə yerə parçalanmış oldu və vaxtilə kənddə qonşu olan, bir-birinə doğma olan insanlar bir-birindən aralı düşdülər və bunun nəticəsidir ki, indi həmin doğma insanların, qonşuların övladları, nəvələri, nəticələri demək olar ki, bir-birlərini tanımırlar. Bax, bugünkü məclisin, bugünkü tədbirimizin, Qoşablaqların bir yerə yığışmağının ən böyük əhəmiyyətindən biri də odur ki, bir-birini görməyən, bir-birini tanımayan Qoşablaq kökənli insanlar bugün bir yerdə qarşılaşırlar, bir-birlərini tanıyırlar. 44 günlük Zəfər müharibəsindən sonra bizim də Qərbi Azərbaycanlıların da Qoşablağa qayıtmaq ümidləri çoxalıbdır. Bizim oraya qayıtmaq tələbimiz haqlıdır, ədalətlidir, beynəlxalq qanunlara söykənir. Biz inanırıq ki, doğma kəndimizə tezliklə qayıdacağıq. Biz oranın suyunu içmək, oranın havasını udmaq istəyirik. Tez-tez mən Google vasitəsilə kəndimizi seyr edirəm və baxıram ki, orada evlərin çoxları artıq dağıdılıbdır. Biz oraya qayıdıb kəndimizi dirçəltmək, abadlaşdırmaq istəyirik. Mən özüm yol mühəndisiyəm, mənim də üzərimə yəqin ki, kəndimizin yollarını abadlaşdırmaq düşür və bu işi mən şərəflə, vicdanla, səmiyyətlə yerinə yetirməyə razıyam. Mən Əsgərov Zülfüqar, Qərbi Azərbaycan, Göyçə mahalının Qoşablaq kəndində 1971-ci ildə anadan olmuşam.
1988-ci ildə mənfur düşmənlərimizin törətdikləri vəhşiliklər nəticəsində öz ata-baba yurdumuzdan deportasiya olunmuşuq. Öz gəncliyimizi, öz ata-baba yurdumuzu bitirmişik. Qoşabulaq özünə məxsus üstünkar gözəlliyi olan bir kənd olubdur. Qoşabulaq kəndi özünün gözəl ziyalıları, zəhmətkeş insanları ilə hər zaman seçilmiş kəndlərdən olubdur. Mən Şamilov Elşən Nurəddin oğlu 1960-cı ildə Basarkeçer rayonunun Qoşabulaq kəndində anadan olmuşam. Təbii ki, mahalımız Göyçə mahalıdır. Orta məktəbi orada oxumuşam, sonra gəlib Bakı Dövlət Universitetinə daxil olmuşam. Universiteti qurtarandan sonra deməli təyinatla Bakı şəhərində işləmişəm, radiasiya deməli Bakı şəhərində işləmişəm, Elmlər Akademiyasında, uzun müddət Elmlər Akademiyasında tədqiqat işləri ilə məşğul olmuşam. Hal-hazırda Elmlər Akademiyası verilib Elm Təhsil Nazirliyinə. Elm Təhsil Nazirliyinin nəzdində Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisiyəm. Özüm də elmlər namizədi, doçentəm. Göyçə doğumlusu olaraq təbii ki, orada yaşamışıq. Oranın mühiti bizim, o mühitdə böyümüşük. O mühitin ab-havasında böyümüşük və bu yerə gələn, bu Azərbaycan şəraitində gələndə təbii ki, müxtəlif çətinliklərimiz olur, sağlamlıq və s. baxımından. İndi bizim də oradan bura gəlib köçməyimizin əsas səbəbi, yəni qarı düşmən ermənilərdir. Onlar bizi deməli 1988-ci ildə ailəlikdə hamımızı deportasiya elədilər, öz dədə-baba torpaqlarımızdan bizi qovdular. Uzun illər keçməsinə baxmayaraq, şükürlər olsun bugünkü günə kimi, əziz, hörmətli cənab prezidentimizin xidmətləri sayəsində Qarabağ torpaqlarımız işğaldan azad olundu. Böyük bir xoşbəxtlik içində yaşayırıq. İndi növbəti mərhələ, Qarabağ azad olunduqdan sonra növbəti mərhələmiz öz dədə-baba yurtlarımıza qayıtmaqdır. Bu işdə də prezidentimiz böyük işlər görür. Hesab edirik ki, o kişinin apardığı o zəhmət yerdə qalmayacaq. Vaxt gələcək, biz də qayıdıb öz doğma yurt yuvalarımızda məskunlaşacağıq. Mən Abbasova Rəna Əskər qızı. 1967-ci il Qərbi Azərbaycan Basarkeçer rayonunun Qoşabulaq kəndində anadan olmuşam. 21 yaşıma qədər orada yaşamışam. Gözəl günlər keçirmişəm. Orada oxumuşam, orada təhsil almışam. Oradan qaçqın olandan sonra gəlib biz Azərbaycanda İsmaili rayonunun Kəlbət kəndində məskunlaşmışıq. İndi o gün olsun ki, o gün olsun, biz yenə də qayıdaq öz vətənimizə, doğma vətənimizə, Qoşabulağımıza qayıdaq. Ata-baba ocağımızı, sönən ocaqlarımızı yandıraq. Gedək orada yenə də öz yurdumuzu orada işıqlandıraq, öz yurdumuzda məskən salaq, yenə də öz Göyçəmizdə yaşayaq, yaradaq. Mən Həsənov Nəriman İsaoğlu 1967-ci ildə Göyçə mahalının Basarkeçer rayonunun Qoşabulaq kəndində anadan olmuşam. Orta məktəbi orada bitirmişəm və 1984-cü ildə Bakıya, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşam. Mənim təəssüratlarım çox böyükdür. Xatirələrim kənddə çox böyükdür. Bir kənddə ki, böyüyüb anadan olmuşam, nə günləri keçmişəm, uşaqlıqlarımın hamısı o kənddədir. O kənd mənim üçün, necə deyərlər, həyatımın ən böyük, ən mənalı bir yeridir və mən istəyərdim ki, o kəndimizə bir daha qaydaq, o kəndimizdə yenidən o keçən günlər ki, yaşamışıq o kəndlərimizdə, biz özümüz artıq o günləri yaşamışıq. Bizim bundan sonraki gələn nəsillər həmin o anları yaşasınlar, o dağları, o dərələri görsünlər, o bulaqları görsünlər, o çayları görsünlər, o bağları görsünlər və bizim gözəl yaylaqlarımız var, o yaylaqlarımızı görsünlər. Həqiqətən də oraları, xatirələri çox böyükdür. O xatirələri əmələ gətirən də həmin yerlərdir. Və hal-hazırda bizim övladlarımız Bakı şəhərində və digər yerlərdə yerləşiblər ki,
amma o yerlərdən məhrumoq. Amma istəyərdik ki, bizim bu gələcək nəsillərimiz yenidən o günlərə qayıtsınlar. O cümlədən mən özüm də çox istəyirəm, ürəyimdən gələn bir səsdir ki, mən Qoşablağımıza qayıtmaq istəyirəm, doğma Qoşablağımıza. Bizim Qoşablağımızın adı da adından məlumdur ki, kəndimizin baş tərəfində, yəni yuxarı hissəsində 2 dənə bulaq, böyük bulaq var. Demək, mən hal-hazırda 58 yaşım var. Mən bu yaşa gələnə qədər hələ elə bir həcmdə heç bir yerdə, dünyanın heç bir yerində bulaq görməmişəm. O bulaqların həm həcmi, həm gücü o qədər böyükdür ki, həqiqətən bu böyük bir fəlsəfə deməkdir. Bunu hiss eləmək üçün orada yaşayıb, orada görmək lazımdır və mən də oranı yaşayıb görmüşəm. İndi hiss edirəm ki, həqiqətən də onun gücü və həcmi danılmazdır. O bulaqlardan bizim bağlarımız, bostanlarımız, ondan sonra kolxozumuzun sahələri, hətta qonşu kəndlərin kolxozlarının sahələri də yararlanırlar o bulaqların o suyundan. Ona görə də kəndimizin adı Qoşabulaq adına layiq görülmüşdür və Qoşabulağımızın necə deyərlər, bütün hər yerləri, hər bir qarışı mənim üçün doğmadır, əzizdir. Mən istəyərəm ki, yenidən doğma kəndimizə qayıdaq. Qoşablaq cəmaatı mənə bacı deyirdi. İndi şəhid anası deyirlər. Hamınıza öz minnətdarımı bildirirəm. Allah sizə ömür versin. Məni bu tədbirə dəvət edənlərin Allah köməyində olsun. O kitabı bizə çıxartdırıb, yazdırıb gətirənə Allah ömür versin, can sağlığı versin. Nə bilim, ürəyim yaralıdır, danışa bilmirəm, məni bağışlayın. Çox sağ olun, təşəkkür edirəm Alay müəllim. Mən Qoşabalaq kənd cəmaatını bir daha salamlayıram. Hər birinə gözəl günlər arzu edirəm. Və arzu edirəm ki, həmişə belə mehriban olasınız. Bir-birinizin həmişə səsini eşidəsiniz, bir-birinizin yanınızda olasınız. Allahdan hər birinizə can sağlığı arzu edirəm. Və mən Alay müəllimə də öz təşəkkürümü bildirirəm ki, çox sağ olsun, bizi dəvət elədi. Biz gəldik, burada iştirak elədik. Çox sağ olun, çox gözəl tədbir oldu. Həqiqətən yüksək təşkilatçılıq və yüksək bir Göyçə mehribançılığı hiss elədik. Hər zaman mehriban olaq, inşallah Göyçədə görüşərik. Alay müəllimə də uğurlar. Xoşdur ki, deməli Qoşabulaq kəndi cəmaatından bir yerdəyik. Yəni bir şey deyim ki, hər şeydən qırağa qoyanda Qoşabulaqla Daşkənd arasında bir qohumluq münasibəti, bir yaxınlıq münasibətləri olubdur. Ona görə mən də Alay müəllimə çox təşəkkürümü bildirirəm ki, bizi dəvət edibdir, biz də bu tədbirdə iştirak edirik. Burada hamı öz sözünü dedi, yəni bu yığışmanın əsas məqsədi nədir? Mən deyim də, cəmaat düzdür, xeyirdə, şərdə bir-birindən görüşürlər, görürlər. Məsələn, evdən uşaq deyir, tarih etsən, deyir filan kəsin toyuna, ya filan kəsin yasına gedirəm. Amma bugün nə dediniz, çıxdınız? Dediniz ki, Qoşabulaq cəmaatından görüşə gedirik, düzdürmü? Bax, əsas məqsəd budur. Və burada da bir-birini görməyən insanlar olub ki, bəlkə də 30 ildir, 20 ildir, 40 ildir bir-birini görmür. O insanlar nə xoş ki, bu önləri bir-birlərini gördülər, bir-birlərinə münasibət qurdular, bir-birlərindən bir tanışlıq elədilər. Bax, bugünkü görüşlərin əsas məqsədi budur. Və indi təbii ki, əsas məqsəd qayıdış konsepsiyasıdır. Bizim Qərb Azərbaycana qayıdışımızdır. Allahın köməyindən mən bu sözü sizə deyirəm, yaxın bir zamanda, yəni 2026-ya keçmədən bir qrup insanlar hər kəndə 5-10 nəfər də olsa göndəriləcəkdir. Qərbi Azərbaycana gedəcəyik, inşallah gedəcəyik. Hörmətli məclis iştirakçıları, əziz anaları, bacılar, bu günləri mən dərs keçdiyim uşaqların burada belə gözəl çıxışlarından fəxr eləyirəm. Bağban öz bağınla fəxr eləyir. Müəllim öz şagirdlərinlə fəxr eləyir.